Ölkə xaricindəki siyasi dəyişiklikləri də gözləməyək. Dünyada siyasət və diplomatiya arenasında hadisələr baş verir. Amma biz onların baş verməsini gözləməməliyik. Öz işimizi görməliyik. Hər kəs öz vəzifəsini yerinə yetirməlidir. Kənardakı işlər kimin öhdəsindədirsə, onlar onsuz da o işləri icra edəcəklər. Biz isə öz məsuliyyətimiz olan işi görək. Əmək və fəaliyyət ruhunu yüksəltməyi düşmənin bizə təlqin etmək istədiyi nə müharibə, nə sülh vəziyyətinə qalib etməliyik. Çünki ölkə üçün ən zərərli və təhlükəli hallardan biri də məhz bu nə müharibə, nə sülh durumudur. Bu yaxşı və sağlam bir mühit və fəza deyil. İşgüzarlıq, çalışqanlıq, əzmkarlıq və motivasiya ruhunu sözlə, əməllə və əldə olunan nəticələrlə bu vəziyyətə qalib gəlmək üçün gücləndirməliyik.